Salam hörmətli izləyicilər, bir daha xoş gördük. Bugün biz sizə 25.05.2025-ci ildə keçirilmiş may blokunun izahını verməyə çalışacağıq. Bilirsiniz ki, yəni sabah, yəni 24 may tarixində artıq blok imtahanları, ikinci və üçüncü qruplar üzrə keçiriləcəkdir. Biz də məxsusən abituriyentlərə dəstək məqsədi ilə, yəni onlara kömək olsun deyə may blokunun, keçirilən may blokunun izahını verəcəyik ki, müəyyən qədər faydası olsun şagirdlər üçün. Deməli, başlayaq. Birinci sualın izahı belədir. Ərəb xilafəti Böyük Səlcuq dövlətlərinin tarixlərinə aid ümumi cəhətlər. Azərbaycan üzrə tabe etmələri, bəli. 7-ci əsrdə ərəblər, 11-ci əsrin 50-ci illərində Səlcuqlar, 60-cı illər tamamilə tabe etmişlər. Çinə hərbi yürüş etmələri heç birisi etməyib. Qərbi Avropa hərbi yürüş etmələri bu Ərəb xilafətinə aiddir. Xidmətə görə iqta torpaqların paylanması hər ikisinə cavab 1-dən 4 A bəndi məhz burada öz əksini tapmışdır. 32. Eyler-Venn diaqramına əsasən uyğun bəndlər müəyyən edin. Fransa krallığı, İngiltərə krallığı biri 11-ci əsrdə mərkəzləşmiş krallıq halında olub, biri isə 11-12-də apardığı seniorlara qarşı mübarizə nəticəsində mərkəzləşmiş dövlətə çevrilir. Amma Fransa bilirsiniz ki, 843-cü ildə Frank imperiyasının parçalanması nəticəsində yaranmış 3 krallıqdan biri idi. Yəni İtaliya, Almaniya və Fransa. Deməli, baxaq, Böyük Azadlıq Xəritəsinin imzalanması İngiltərəyə aiddir. Sərgi yürüşlərində iştirak oxşardır. 3-cü sərgi yürüşündə, yəni 1189-92-ci illər. Deməli, B gedəcək oxşara. Azincourt döyüşündə qalib gəlməsi İngiltərəyə aiddir. Deməli, A-la C gedir 2-yə. 100 illik müharibədə iştirak, deməli, B ilə D gedir oxşara. Jaklar üsyanı da Fransa 1358-ci ildir. Məhz doğru cavab A bəndidir. Şimali Azərbaycanda çarizmə qarşı əhalinin kütləvi çıxışlarının qarşısını almaq üçün 19-cu əsrin 40-cı illərin ikinci yarısında görülmüş tədbirlərə aiddir. Yəni, sual B-də oxuyuruq ki, Şimali Azərbaycanda çarizmə qarşı əhalinin kütləvi çıxışlarının qarşısını almaq üçün 19-cu əsrin 40-cı illərin ikinci yarısında görülmüş tədbirlərə aiddir. Mülkədarların kəndlər üzərində polis hakimiyyəti hüququnun ləğv edilməsi yox, tətbiq olunması olmalıdır. Reskript və kənd əsasnaməsi ilə B-yə baxırıq, kəndlərin şəxsi asıllığının təsdiq edilməsi və sahibkar kəndlərin köçmə hüququnun məhdudlaşdırılması xeyr, bu 50-ci illərdə olub. Dövlət kəndlərə, sahibkarlar kəndlərə isə belə bir məhdudiyyət qoyulmamışdır. C-yə baxırıq. Ali müsəlman sirkinin torpaq üzərində irsi mülkiyyət hüququnun təsdiq edilməsi bu birinci yarısıdır. Ali müsəlman sirki adlanır. İkinci yarısında 46-cı ildə bəli, yəni reskriptlə bu, yəni mülk xalisə yanaşı reskript tüyulda, yəni reskriptlə daha doğrusu tüyulda sahibkarların irsi torpağına çevrilir, yəni şəxsi mülkiyyətinə çevrilir. D-yə baxırıq. Pay torpaqların məcburi satın alınması üçün dövlət kəndlilərə maddi yardım edilməsi 1912-13-cü aqrar qanunları idi. Dövlət kəndlilərinin torpaq üzərində mülkiyyət hüququnun təsdiq edilməsi, torpaq kəndlilərin irsi istifadəsinə verilməsi, belə bir şey yoxdur. Dövlət kəndliləri haqqında ilk qanun 1900-cü ilə verilib, orada icma torpaqlarına istifadə hüququ verirdi. Cavab C bəndidir. Deməli, 1787-ci il qəbul edilən ABŞ konstitusiyasına əsasən uyğunluğu müəyyən edən qanunverici, icraedici və məhkəmə. İcra hakimiyyəti işini yoxlamaq səlahiyyətinə malik olma. Yuxarı palatanın nümayəndələr yox, aşağı, deməli, icra hakimiyyətinin işini yoxlama səlahiyyəti ümumiyyətlə bir-birinə nəzarət etmək imkanı var idi. A-nı götürəcək. Yuxarı palatanın nümayəndə yox, senat adlanması idi. Konqres adlandırılması, bəli. Biri AC olacaq. İcraediciyə baxırıq. Prezident tərəfindən rəhbərlik etməsi doğrudur. Rəhbərinin ömürlük yox, 4 ildən biri seçilirdi. Qanunlara veto qoymaq hüququnun olmaması yox, olması idi. Deməli, 2-yə də A olacaq. Y bəndi daha uyğun gəlir. Baxırıq 3-ə. Məhkəmə hakimiyyəti qanunların konstitusiya uyğunluğu nəzarət etməsi, bəli. Rəhbərlərin birbaşa xalq tərəfindən yox, prezident təyin edirdi, senat təsdiq edirdi və də konqres təsdiq edirdi. Hərbi qüvvələr rəhbərlik etmək yox, xeyr, bu prezidentə aid, yəni Ali Baş Komandanı idi. Cavab E bəndidir. Bizans dövlətinin sxemdə verilən dövlətlərlə ümumi cəhətləri müəyyən edin. Birinci Göytürk, Axund dövləti, Albaniya dövləti, Sasanilərlə müharibə etməsi. Deməli, Sasanilərlə müharibə etməsi Bizans dövlətinə aid ümumi cəhətdir, bəli. Sasanilərlə müharibə edib, xalqların böyük köçü dövründə yaranması hər ikisi doğrudur. Çini asılı salması xeyr. Bir də AB olacaq.
Hindistana yürüş edilməsi xeyr, Bizansla əlaqəsi yoxdur. Göytürklərin hücumuna məruz qalması B götürəcəyik. 4-cü əsrdə yaranması, bəli, bu da doğrudur. Deməli, 1-ə AB, 2-ə BC. Deməli, Albaniya dövləti Rəşidi xəlifələr qoşunlarına qarşı mübarizə aparması, bəli, doğrudur. Cavanşirin rəhbərliyi altında və yaxud da Varaz Qırqorun rəhbərliyi altında, yəni 3-cü Yezigedə kömək göndərmişdi. Səlcuqların hücumu, xeyr, Albaniya Səlcuqları görməyib. Attilaya xərac ödəməsi, bu da yəni Albaniya əlaqəsi yox. Cavab E bəndidir. Şimali Azərbaycanda keçirilən 1870-ci il kəndli islahatı 1847-ci kəndə istisnamələrindən fərqli olaraq dövlət kəndlərə aid edilməmişdir. Fərqlidir. Hər ikisində dövlət kəndlərə aid edilməmişdir. Hər ikisi sahibkar kəndlərə aid edilmişdir. Məhdud cəhətləri idi. Feodal asım münasibətlərinə güclü zərbə endirirdi. Xeyr, əksinə 47-də dəstəkləyirdi. Daha da gücləndirirdi feodalların mövqeyini. Hər ikisində ümumiyyətlə feodalların maraqları nəzərə alınmalı keçirilmişdir. Malcəhət vergisinin ödənilməsi nəzərdə tutulurdu. Bəli, bu da oxşardı. Fərq deyil. Kəndliyə üst pay torpağını satın alıb öz mülkiyyətinə keçirmək hüququ verilməsi 4. Kəndlilərə yararlı torpağın payının ayrılması nəzərdə tutulurdu. Xeyr. Deməli, burada feodal münasibətə güclü zərbə endirməsi müəyyən qədər 70-ə götürmək olar. Ona görə də cavab məhz 2 və 4 çıxacaqdır. Deməli, 2 və 4. Cavab C bəndidir. 37. 17-ci əsrin ikinci yarısı Azərbaycanın dövlət idarəçiliyində iştirak etmiş vəzifəli şəxslər sırasına daxil deyil. Sancaq bəyi Osmanlıda olub. Azərbaycan dövlət idarəçiliyində söhbət gedir. Bu Osmanlıda idi Sancaq bəyi. Vəzir olub. Qolbəyi olub. Səfəvilərdə 16-cı əsrdə naiblər, 17-də qolbəylər idarə edirdi mahalları. Noyon olmayıb. Deməli, 1-4. Bəylərbəyi olub. 1-4-dür cavab. Cavab C bəndidir. Manna hökmdarı ulusunu və valiliyinə hakimiyyət dövrlərinə aid ümumi cəhət mərkəzi hakimiyyətə qarşı baş vermiş üsyanları 2-ci Sarqon tərəfindən ulusuna aiddir. Assuriya ittifaqının bərpa edilməsi bəli, cavab B bəndidir. Çünki biz bunu elə şagirdlərə də mütəmadi olaraq, yəni dərslərdə qeyd edirik və xatırlayırıq. 39-cu sual. Birinci Dünya müharibəsi illərində Cənubi Azərbaycanda, yəni 1914-17-ci illər, 18-ci illərə uyğun gəlsin. Şeyx Məhəmməd Xiyaban rəhbərliyi altında milli hökumət yaradıldı 1920-23 iyunda olub. Bu, yəni aid deyil, çünki 18 noyabr 11-dən Dünya müharibəsi bitmişdi. Milli hökumət süqut etdi, xeyr, bu da sentyabr aydı, yəni aidiyyəti yoxdur. Şeyx Məhəmməd Xiyaban rəhbərliyi etdi, ADP təşkilatı bəli 1917 avqustunda. Cavab C bəndidir. Şəbəli 41-46-dır. 21 Azərdə 45-ci il 12 dekabrda, yəni İran təqvimlə 21 Azər ayına düşdüyü üçün 21 Azər hərəkatı kimi tarixə düşdü. Xəritədə ulduzla işarələnmiş rayona aid hissəciyəvi cəhətlər müəyyən edin. Burada yəni Xocabənddən gedir söhbət. 2024-cü dövlət başçısı burada prezident seçkilərində səsvermə iştirak edir. Bu Xankəndiyə aiddir. 10 noyabr bəyanatına əsasən rayon mərkəzi azad edilmişdir, xeyr edilməmişdir. 3 rayon olub, yəni Kəlbəcər, Laçın və Ağdam idi. Antiterror əməliyyatı ərəfəsində ərazisində sülh məramlı kontingent yerləşirdi, bəli. Ərazisində Alban memar abidəsi, bəli. Amaras monastırı, məhz cavab 3-dən 4-dür. C bəndi. Hadisə nəticə əlaqələri arasında uyğunluq pozulmuşdur. Şəki xanlığının Səlim xanın hakimiyyətə gəlməsi, Şamaxı xanlığı uğrunda Qubalı Fətəli xanla mübarizənin aparılması, xeyr, bu Hüseyn xana aid idi. Bayat savaşın baş verməsi Qubalı Fətəli xanın məğlub olaraq Salyana, xeyr, Cavdışan olmalı idi. Çünki Bayatda Şəki və Qarabağ xanlığı iştirak edir, bir də Şamaxı xanlığı, bir də Məlikliklər iştirak edilmişdir. Gəncədə Cavad xan hakimiyyətə gəlməsi, xanlığın müstəqilliyinin möhkəmləndirilməsi 3 doğrudur. Yəni 1-dən 2 cavab olacaq. Yəni 3-ü götürməyəcək doğru olduğu üçün pozulanlar istəyir. 1802-ci ildə Georgiyevski müqaviləsinin imzalaması, Rusiya müqaviləni imzalayan xanlıqlara verdiyi vədlərə yerinə yetirməməsi, bəli, yerinə yetirmədi. Bu da pozulmayıb. Kürəkçə müqaviləsinin imzalanması, Şəki xanlığının daxili müstəqilliyinin ləğv edilməsi yox, xarici müstəqilliyin. Cavab burada deməli 1, 2, 5 də pozulub. Cavab B bəndidir. Uyğunluğu müəyyən edən Bahar Cahanşah, yəni Qaraqoyunlu, daxili siyasəti, xarici siyasəti, daxil bildiyimiz kimi ölkənin daxilinə əlaqədar hər hansı bir hadisə varsa,
daxildir. Başqa dövlətlərlə və yaxud da və sair əlamətlərlə bağlıdırsa, bu xarici siyasətdir. Hərbi islahatın keçirilməsi var. Hakimiyyətə qarşı qiyamların yatırılması var. Yəni də daxili siyasətdir. AB. Teymurilərlə müharibə bu xaricidir. Yarımköçmə əmirlərə qarşı mübarizə aparması bu da var. Deməli, ABD 1C gedəcək. ABD harda var? 2 dənə B-də və C-də var. Baxırıq, ikinci təyin edəcək sualın doğruluğunu. Herat sülhünün imzalanması bəli 1459-cu ildə 58 tutmuşdu, amma 58-də müəyyən səbəblərdən qiyamlar baş verir ölkə daxilində. Əbu Səidlə müqavilə bağlı təzminat alıb geri qayıtdı. Venesia Hərbi İttifaqı Akkonu dövlətinə aiddir. Şirvanşahlar İttifaqı qurulması bəli Ərdəbil şeyxlərə qarşı Samur döyüşündə 1460-cı ildə bu da doğrudur, xarici siyasəti idi. Qızıl Orduya qarşı mübarizə aparılması bu aparmayıb, ona görə də məhz doğru cavab A-nan C-də 2 gedir, məhz doğru cavab B bəndidir. Paleolit və mezolit dövrlərinin oxşar cəhətləri istehlak təsərrüfatının mövcud olması doğrudur. Yəni desəydi ki, yalnız istehlak bu səhv olardı, çünki belə deyək də, yəni mezolitdə artıq istehsal da yaranmağa başlamışdı, amma üstünlük yenə də yəni istehlakın tərəfində idi. Ona görə biri doğru götürəcək. Qadınların cəmiyyətdə mühüm rol oynaması bəli, çünki üst paleolitdən başlamışdı. 1-2. İnsanlar mağaralarda məskunlaşması bu da doğrudur. Kiçik ölçülü mikrolit mezolitdən başlayıb orta götürə bilmərik. İkinci və mallı əsas məşğuliyyət və neolitdir. Məhz doğru cavab 1-2-3-dür ki, bu da D bəndində öz əksini tapmışdır. İkinci Dünya müharibəsinə daxil olduqdan sonra ABŞ Lend-Liz haqqında qanun martda götürə bilmərik. Çünki 2-ci Dünya müharibəsi dekabrda, yəni hava idarələrində Pearl Harbor hərbi dəniz bazası Yaponiya tərəfindən yəni bombalanandan sonra qoşulub, amma Lend-Liz borc və kirayə haqqındadır ki, yəni ABŞ-ın marağına cavab verən dövlətdə yardım edilməli idi. Əvvəl Böyük Britaniya, sonra isə SSR olunacaqdı. Bunun əsasında mart ayında verilib, uyğun gəlmir. Atlantika Xartiyasının adlanan sənəd imzalanıb bu avqustdur, bu da uyğun gəlmir. Yaponiya qarşı hərbi əməliyyat aparıldı, 3 doğrudur. Mid-Ey döyüşündə qələbə qazandı, bəli 42-ci yayında Yaponiyanın artıq sakit ölkədə hərbi əməliyyat aparılması məhdudlaşdırıldı, 3-4. İkinci cəhbənin açılmasına iştirak etdi, bəli, cavab 3-4, 5-dir. O da Y bəndə öz əksini tapmışdır. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa dövlətləri ilə münasibətlərə önəm verirdi. Avropaya ilk rəsmi səfəri zamanı aparılan danışıqlar nəticəsində ölkəmiz Avropa təhlükəsizlik sisteminə doğru ciddi şəkildə irəlilədi. Yəni təhlükəsizlik bəyannaməsi imzalamaqla bu 1993-cü dekabrında baş vermişdi. Məhz ilk rəsmi səfər Fransaya olmuşdu. Heydər Əliyevin birinci prezidentlik dövründə. Mətndə verilən səfərə əsasən Azərbaycan Respublikası ilə bağlı hansı ifadələr doğrudur? Bəli, biri imzalamışdı. Əməl edəcəyini təsdiqlənmişdi. 1-2. ATƏT Minsk qrupu qoşulması xeyri 92-ci ildə ATƏT-ə qoşulub, 94-cü ildə Minsk qrupu yaradılıb. BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması ilə bağlı qətnamə qəbul edilməsi 93 apreldir. İlk, yəni 822 sayılı qətnamə, sonraki proseslərdə 853, 874 və 84 sayılı qətnamə qəbul olunmuşdu. Cavab 1-2-dir. Bu da B bəndində öz əksini tapmışdır. Uyğunluğu müəyyən edin. 13-cü əsr Azərbaycan şəhərləri deməli 1 Dərbənddir, 3 Şamaxıdır, 2 Təbrizdir. Səlcuqların hücumuna məruz qalmışdır. Yəni belə deyək də Səlcuqların hücumuna məruz 13-cü əsr Azərbaycan şəhərləri heç birisi Səlcuqların 11-ci əsr hücumuna məruz qalıblar. 1225-ci Cəlaləddin ordusu tərəfindən tutuldu, yəni hamısı. Yəni uyğunluğu müəyyən edin. Hər biri Cəlaləddin tərəfindən tutulub, amma 25-ci ildə Təbriz tutulub. Çünki Dərbənd və Şamaxı 27-ci ildə tabe edilib. Ona görə də 2-yə B gedəcək. 2-yə B, 3-yə də var, baxırıq. Monqolların birinci yürüşü zamanı dağıdılmışdır. Şamaxıdan söhbət edəcək. 3-ə də C olacaq. 2-yə B, 3-ə C. Monqollar tərəfindən tutulması ilə Azərbaycan işğal başa çatdırıldı. Bəli, 1239-cu ildə ikinci yürüşün nəticəsində Cəlallilər dövlətin paytaxtı olmuşdur. Təbriz olub, amma 14-cü əsrdə. Cavab məhz B bəndidir. Eldəniz hökmdarı Qızıl Arslanın fəaliyyəti üçün xarakterik deyil. Yəni 1186-91-də hakimiyyətdə olub. Paytaxtı
Həmədan şəhərin köçürülməsi bu Məhəmməd Cahan Pəhlivan fəaliyyətinə aiddir. Yəni götürülməli Həmədan vuruşmasına qalib gəlməsi və 1190-cı ildə 3-cü Toğrula qalib gəlmişdir. Mərkəzi hakimiyyətə tabe olmaq istəməyən feodallara qarşı mübarizə aparılması bu həm atası, həm Məhəmməd Cahan Pəhlivan həm də buna aid oxşar cəhətdir. Dövlətin siyasi vəziyyətini möhkəmləndirməsi bəli, iqtisadi və siyasətə möhkəmləndirdi. Şirvanşahların vasitəsilə bəli salınması, bəli, Axistan həm Eldəniz, yenidən isə bu salmışdı. Məhz Abəndə buna aid deyil. Məhəmməd Cahan Pəhlivan fəaliyyətinə aiddir 1175-ci ildə. Osmanlı Sultanı bin Süleyman hakimiyyət dövrü üçün Səciyyəvdə 1520-1566 paytaxt Ədənə köçürülməsi muraddır. İspaniya donanmasının məğlubiyyətə uğradılması bəli 1541-ci ildə. Səfəvi dövləti ilə sülh imzalanması bəli 1555-də Amasya 2-3. Bolqarıstan işğal edilməsi bu İldırım Bəyazıda aiddir və 1-ci Bəyazıd. Muxaz döyüşündə qələbə qazanması 1526-cı Mazarçıq ordusu üzərində bəli. Cavab 2-3-5. Cavab C bəndidir. Romada plebeylərin patristlərlə mübarizəsi nəticəsi olaraq plebeylər Roma ordusuna xidmət etmək hüququ əldə edə xeyir var idi. Onlar hüquq bərabərliyi uğrunda mübarizə apardılar Respublika dövründə. Patristlər hər il xalq tribunu seçmək hüququ əldə etdilər, xeyr plebeylər əldə etdilər. Patristlər dövlət torpağından istifadə etmək hüququndan məhrum oldular, xeyr, aidiyyəti yoxdur. Plebeylər tam hüquqlu Roma vətəndaşı oldular. Cavab D bəndidir. Albaniyanın 6-cı əsrin ikinci yarısı tarixi üçün xarakterik idir. Yəni 6-cı əsrin ikinci yarısı deyirsə 550-ci ildən 600 daxil olmaqla. Mehranə Suləsinin nümayəndələr tərəfindən idarə edilməyə başlaması 630 götürə bilən 7-ci əsrdir. Yerli hökmdar tərəfindən idarə edilməsi xeyr 500 ondan son qoymuşdu. 516-29 Sasani mərzbanlıq və ya da uzun müddət Sasani mərzbanlıq dövrü idi. Sasanilərin şimal canişinliyin tərkibində olması bəli 3. Müsəlman olmayanların cizyə vergisinin alınması xeyr bu Ərəb xilafətinə aiddir. Yalnız 3-dür burada. Cavab E bəndidir. Uyğunluğu müəyyən edin. Azərbaycan SSR 20-ci əsrin 50-ci illəri, 20-ci əsrin 60-cı illəri. Yeni konstitusiyanın qəbul edilməsi ümumiyyətlə Azərbaycan SSR-də 3 dəfə konstitusiya qəbul olunub. 1921 mayında ilk idi, 1937-ci ildə ikinci idi, 1978-də də Heydər Əliyevin birinci rəhbəri dövründə. İkisi biri əvvəl olub, biri Mirzə Fəxri Bağırovun dövründə olub, biri də Heydər Əliyevin dövründə olmuşdur. Baxaq, A ola bilməz. Kartoçka sisteminin ləğv edilməsi 47-dir. 2 dəfə kartoçka sistemi tətbiq olunub, 1929 tətbiq olunub, 47-də ləğv olunub, bir də 87 yenidən qurmanın iflası nəticəsində sənaye müəssisələri dayandı və yenidən məhsul qıtlığı səbəbilə tətbiq olunacaqdır. Ləğv 40-cı illər götürülməli. Ermənistanda yaşayan azərbaycanlıların Azərbaycanın məcburi köçürülməsinin davam etdirilməsi bəli 48-53-cü illər deməli 1-dir. Milli Azərbaycan 62-yə baxırıq. Milli Azərbaycan qərargahının yaradılması bəli 1962-dir. İcbari 10 illik təhsil tətbiq edilməsi bəli 1966-cı ildir. Dövlət dili Azərbaycan dili olması haqqında konstitusiya maddə əlavə olunması bu 56-cı ildir. Saxlanılması da 78-dir. Ona görə düşmür. Məhz 1-ə C, 2-yə də AB cavab D bəndidir. Xəritədə ştrixlənmiş ərazidə mövcud olmuş Azərbaycan dövlətinə aiddir. Şəddalilər dövlətində söhbət gedir. 971-1088-ci ildə yaradılmışdır. Birinci Əli Ləşkəri yaradıb. Məlikşah tərəfindən son qoymuşdu varlığına. Eramızın əvvəllərində Parfiya Arşakilər tərəfindən işğal olunmuşdur. Xeyr, Parfiya Albaniya və Atropateniyanı işğal edib. Oğuz sazı türklərlə ittifaqda Bizans, Erməni və Gürcü feodallarına qarşı mübarizə aparması bəli, həm 48-də, 1048-də, həm də 1054-cü ildə. Cavab B bəndidir. Elm və mədəniyyət xadimlərinin fəaliyyətinə aid olan doğru sıralar müəyyən edin. Həsən bəy Rumlu 15-ci əsrdə yaşamış məşhur tarixçi yox, 16-cı əsrdə Şah 1-ci Təhmasibin tarixçisi idi. İskəndər və Münşi Şah 1-ci Abbas hərbi yürüşlərində iştirak etmişdir. Bəli, tarixçi idi. Tarix Əl-Rəmayi, Dünya Bəzəyin Abbasın tarix əsərində müəllifidir. Məhəmməd Tahir Vahidi Şah 2-ci Abbasın vəziri olmuşdur. Xeyr, tarixçi olub. Amma Süleyman dövrə vəzir olub. Kəmaləddin Behzad Marağa Rəsədxanası astronomu kimi fəaliyyət göstərmişdir. Burada cavab 2 və 4-dür. Bu sual ümumiyyətlə ziddiyyətli sual idi. Biraz problem yaranmışdı və əksər şagirdlərdə bunu səhv vurmuşdu. Deməli, xronoloji ardıcıllığı müəyyən edin. Kəmaləddin Behzad əslində
Deməli, burada Kəmaləddin Behzadov fikirləşəndə bu yox, bu kitabxanaya, yəni xəttat idi. Bu kitabxanaya daha doğrusu təyin olunmuşdu. Ona görə burada yalnız belə deyək də, yalnız hələ ki 2 uyğun gəlir. Çünki II Abbasın vəziri yox, tarixçisi olub. Yəni burada yalnız 2 uyğun gəlir. Ümumiyyətlə bu sual problemli sual idi. 54-ə baxırıq. Xronoloji ardıcıllıq müəyyən edin. Qızıl Ordu dövlətində İslam dininin rəsmi dövlət dini kimi qəbul edilməsi, bəli, 14-cü əsr özbəyin dövrüdür. Qızıl Ordu xanı Əhməd xanın Moskva knazlığa yürüş etməsi 1480-ci ildir, amma uğursuz oldu. Uğura görüşü baş verdi. Qızıl Ordu dövləti və Hülakülər arasında müharibənin başlanması 13-cü əsrin 50-ci illərdə dövlətin yaranması ilə Təbriz şəhərinin Toxtamışın qoşunlar tərəfindən tutulması 1385-dir. Deməli, birinci gələcək, 3 gələcək, sonra 1 gələcək, deməli 31, 24. Birinci Aleksandr və birinci Nikolayın fəaliyyətinə aid ümumi cəhətlər müəyyən edin. Fransız hərbi qüvvələri ilə mübarizə aparmaları, bəli, biri birinci Napolyon üzərində, biri isə Krım müharibəsində, yəni toqquşmalı olmuşdu. Qacarlar dövləti ilə mübarizə aparması, bəli, biri birinci Rus Qacarda 1804-13, biri isə ikinci 26-28 müharibəsində. Azərbaycan xanlıqları ilə müqavilə imzalaması birinci Aleksandra aiddir. Qara dənizə çıxış uğrunda mübarizə aparması bu Pyotr və Ekaterinaya aiddir. Onun üçün doğru cavab 1-2-dir. AXC Tiflis və Bakı dövrlərinə aid ümumi cəhətlər müəyyən edin. Müəyyən müddət Milli Şuranın fəaliyyət göstərməsi, bəli, 1918 28 maydan 16 iyuna qədər Tiflisdə, noyabrın 16-sından da 7 dekabra qədər Bakıda fəaliyyət göstərib. Qanunverici orqan olan parlamentin fəaliyyət göstərməsi Tiflisdə olmayıb. Qonşu dövlətlərlə hərbi əməkdaşlıq barədə müqavilə imzalanması 4 iyunda Tiflis dövründə, yəni Batum müqaviləsi. Məhz Gürcüstanda 1919-16 iyunda Denikin təhlükəsinə qarşı 1-3 götürəcək. Xoyskinin rəhbərliyi ilə hökumətin təşkil edilməsi, bu da var. 28 may və 1918 26 dekabr tarixində hökumətin qanunverici səlahiyyətlərə malik olması xeyr, Tiflis dövründə yox idi, Bakı dövründə olub. Deməli, cavab 1, 3, 4-dür. Uyğunluğu müəyyən edin. Şah Məhəmməd Xudabəndə, Şah 1-ci Abbas, Azərbaycan bəyləbəyliyinin yaradılması, bəli, 1593-cü ildə mərkəzi Ərdəbil olan və Zülfikar xan Qaramanlının başçılıq etdiyi Ərdəbil bəylərbəyliyi və Azərbaycan bəyləbəyliyi mərkəzi Ərdəbil olan daha doğrusu Niyazabad döyüşü Məhəmməd Xudabəndiyə aid 1583-cü il, deməli 1-ə B, 2-yə A, Xorasanın geri qaytarılması Abbasa aid 1599, deməli 1-ə AC, 1-ə B, 2-yə AC. Molla Həsən döyüşündə Krım xanının ordusunun məğlub edilməsi, deməli B ilə D gedir 1-ə. Osmanlı hökmdar 2-ci Bəyazıd Hezbiyyəsinə aiddir. Deməli 1-ə B-dir, 2-yə AC. ...1970-ci illərdə ərəb ölkələri yenidən müttəfiq kimi ümumi düşmənə qarşı birləşib müharibə başladılar. Neftin qiymətinin 4 dəfə artması və dünyada iqtisadi böhran yaratdığı çətinliklər İsrail və müttəfiqlərini danışıqlara getməyə məcbur etdi. İlk dəfə neft şok effekti yaratmışdı qiymətlərin kəskin qalxması ilə. Onlar eyni zamanda qarşı tərəfin qüvvələrini parçalamaq istəyirdilər. İsrail və müttəfiqlər bu məqsədi Camp Daviddə imzalanmış sazişləri keçirməyə nail oldular. 1978-ci ildə Misirlə İsrail arasında bağlanmışdı. Müharibə 73-cü ildə baş vermişdi. Ümumiyyətlə 3 böyük müharibə olub. Ərəb Birləşmiş Dövlətləri ilə İsrail arasında 1948, 1967 6 günlük və 1973-cü ildə 2 dəfə İsrail məğlub oldu. Mənbədə bəhs olunan müharibəni başlamaqda ərəb dövlətlərinin məqsədi, yəni məğlubiyyətin əvəzini çıxmaq idi. İtirilmiş əraziyə geri qaytarmaq, çünki 6 günlük müharibədə ərəb dövlətləri məğlub olmuşdu. Onların birliyi sarsılmağa başlamışdı və xeyli ərazi itirmişdilər. Məqsədləri məhz itirilmiş əraziyə geri qaytarmaq. 59 bəhs olunan müharibənin başlanması ilə bu münaqişənin beynəlxalq miqyas aldığını göstərən mənbədə verilməyən siyasi və iqtisadi hər bir, yəni birinci növbədə müharibə geniş miqyas aldı və SSR və ABŞ müharibədə iştirak etməsələr də, amma müharibə edən tərəflərə aktiv kömək edirdilər və bu da artıq 2
dünyanın fövqəladə dövlətinin müharibədə dəstək verməsi, yardım etməsi və dəstəkləməsi artıq bunun beynəlxalq miqyas alması gətirib çıxardan amil kimi fakt kimi olur. Eyni zamanda bu siyasi də iqtisadi deyil ki, dünyada neft şok effekti yaratdı ki, məhz kəskin qiyməti artdı və bu da bəzi dövlətlərdə neftin qiyməti artması ilə əhalinin vəziyyətini ağırlaşdırdı. Məhz bu səbəbdən də bu da iqtisadi səbəb idi. 60-cı suala baxır. Haqqında bəhs edilən sazişin Misir dövləti üçün iki nəticəsini yazdı. 1978-ci ildə İsrail dövlətinin müstəqil tanınması müqabilində Sinay yarımadası döyüşsüz geri qaytarsa da, eyni zamanda ərəb dövlətləri tərəfindən təcrid olundu, Ərəb Liqasından çıxarıldı.